Salam uşaqlar. Bugün sizlərlə onluq kəsirlər izah edəcəm. Səhifə 19-da olan onluq kəsirlər. Birinci araşdırma müzakirəyə baxaq. Lalə və Samir eyni ölçülü kvadrat çəkdilər. Lalə çəkdiyi kvadratın 100 hissəyə böldü. 30 hissəsini rənglədi. Deməli, Lalə çəkdiyi kvadrat %30 kimi göstəriləcək. Samir isə çəkdiyi kvadratın 10 hissəyə bölüb 3 hissəsini götürdü. Onda 3 kimi götürüləcək. %30'un sürət və məxrəcini 10'a bölə bilərəm. 10/3. Deməli, bu kəsirlər 10/3, digər də 10/3 götürüldüyünə görə bərabərdir. Hər uşaq kvadratın hansı hissəsini rənglədi? Hər uşaq kvadratın 10/3 hissəsini rənglədi. Rənglənmiş hissələrin bərabər olduğunu necə izah etmək olar? Kəsirin sürət və məxrəcini eyni ədədə vurduqda və böldükdə kəsirin qiyməti dəyişmir. Ona uyğun izah etmək olar. Öyrənməyə baxaq. Məxrəci 10, 100 və s. olan kəsirləri onluq kəsirlər şəklində yazmaq olar. Onluq kəsirlərin yazılışında tam hissədən sonra vergül qoyulur, sonra isə kəsir hissə yazılır. Nümunə bir dənə verib 10/1 bərabərdir 0,1 və yaxud da 10/4 bərabərdir 0,4. Müxtəlif nümunələr deyə bilərik. Burada koordinat oxunun üzərində də göstərilib. 10/6, 0,6. Yazılışa görə tam və kəsr hissələri vergüllə ayrılan ədədlər onluq kəsirlər. Kəsir xətti ilə yazılan kəsirlər isə adi kəsirlər. Biz adi kəsirlər indiyənə qədər keçdiyimiz adi kəsirlər idi. Hansı ki, kəsir xətti ilə yazılırdı. İndi isə tam və kəsir hissələri vergüllə ayırarsa, bunda bunlar onluq kəsir adlanır. Onluq kəsirlərin yazılışında vergüldən sonra birinci mərtəbə 10/1'lər mərtəbəsidir. 10/1'lər mərtəbəsinin vahidi 0,1'dir. Nümunə verib 2,3. 2,3 vergüllə də yaza bilərik. İndi baxaq burada. Burada 2 tam hissə, 0,3 isə kəsir hissədir. Bir ədədi neçə 0,1'ə bərabərdir? 10 ədəd 0,1'ə bərabərdir. 10 ədəd 0,1'i toplasam 1 eləyər. 0,4 neçə 0,1'ə bərabərdir? 0,4 ədədi 4 ədəd 0,1'ə bərabərdir. Yəni 4 ədəd 0,1 toplasaq 0,4 edər. Sonra bələdçiyə baxaq. Təsvirlərə uyğun ədədi əvvəlcə qarışıq ədədlə, sonra isə onluq kəsirlə ifadə edin. Ədədləri oxuyun və ədəd oxunda göstərin. Bir dənə nümunə verib 1,2. Əvvəlcə kəsirlə göstərib, qarışıq ədədlə göstərib, sonra isə onluq kəsirlə ifadə edin. İndi A variantına baxaq. 1 tam, digər ikinci hissəni 10 hissəyə bölüb 4'ünü götürüb. 1,10/4. 1,10/4 həm adi kəsirlər və onluq kəsirlər yaza bilərik. B variantına baxaq. 2 tam, 10/6. 1 adi kəsirlə və onluq kəsirlə yaza bilərik. İndi isə 20-ci səhifədə olan müstəqil işə baxaq. Birinci tapşırıq. Onluq kəsir şəklində yazın və bir neçəsini ədəd oxunda göstərin. Hərflərlə verib biz bunu onluq kəsir şəklində yazmalıyıq. A variantı 0,4. B variantı 1,8. C variantı 5,3. D variantı 12,6. E variantı 8,2. F variantı 20,5. İkinci tapşırıq. Onluq kəsir şəklində yazın və ədəd oxunda göstərin. 10/2. Onluq kəsir adi kəsir şəklində verilib. Onluq kəsir şəklində 0,2. 10/7 bərabərdir 0,7. 10/3 bərabərdir 0,3. 10/5 bərabərdir 0,5. 1,6 bərabərdir 1,6. 2,7 bərabərdir 2,7. 1,9 bərabərdir 1,9. 2,4 bərabərdir 2,4. 1,5 bərabərdir 1,5. 2,3 də bərabərdir 2,3 şəklində göstəririk. Onluq kəsirin yazılışında vergüldən sonra ikinci mərtəbə %1'lər mərtəbəsidir. Bayaq dedik, onluq kəsirin yazılışında vergüldən sonra birinci mərtəbə 10/1'lər mərtəbəsi idi. İndi ikinci mərtəbə %1'lər mərtəbəsidir. %1'lər mərtəbəsinin vahidi 0,01. Yəni 100'ün
sonluğunda neçə sıfır var? 2 sıfır. Ona görə vergüldən sonra 2 rəqəm olur. Bayaq onda birlərdə gördünüz 0,1. Yəni onda 1 sıfır olduğuna görə 0 tamdan sonra vergüldən sonra 1 rəqəm olur. 0,1. Amma %1 mərtəbəsində, yüzlük mərtəbəsində 2 sıfır olduğuna görə, 2 rəqəm olduğuna görə, birdən sonra 2 rəqəm 2 sıfır olduğuna görə 0,01 yazırıq. İndi burada %1 0,1 kimi göstərilir. Tam hissə təklik tam hissədə, kəsr hissəsi onda 1 %1-lərə qədər yaza bilərik. İndi bizdə 1,25 nümunə verib, 1 tam təklik hissədə, onda 1-də 2, %1-də isə 5 göstərilir. O da 1,25 kimi yazılır. Burada bir tam hissə, 0,25 isə kəsr hissədir. Bir ədəd neçə %1-ə bərabərdir? 100 ədəd %1-ə bərabərdir. Yəni 0,1-i 100-ə vursam 1 edər. 0,1 neçə 0,1-ə bərabərdir? 0,1 10 ədəd 0,1-ə bərabərdir. Üçüncü tapşırığa baxırıq. Mərtəbə cədvəlinə uyğun ədədləri yazın və oxuyun. Tam və kəsr hissələri müəyyən edin. Nümunə verib bir dənə 12,43. Deməli, tam hissə burada onluqda olduğuna görə onluqda təklik də var. Onluq hissədə 1, təklik hissə 2, 12 tam. Kəsr hissədə isə onda 1-də 4, %1-də isə 3. %43, 12,43 kimi oxunur. İndi tapşırığına, üçüncü tapşırığa baxaq və biz nümunəyə uyğun biz də müəyyən etməliyik. A variantı, onluqlar 2 verib. Deməli, təkliklər isə 4. 24 tam, onda 1-də verib 5, %1-də 1. Deməli, 24 tam, %51. B variantına baxırıq. Burada ancaq təklikdir. Deməli, 1 tam təklikdə də 1 durub. 1 tam, onda 1-də 2 dənə dairə verib. Deməli, 2 durur. 1 tam %2, %1-də isə 8 verib. 8 dairə verib. Deməli, 28. 1 tam %28. C variantına baxıram. Təkliklər heç nə yoxdur. Deməli, 0 tam, onda 1-də 1 dairə, %1-də 3 dairə. 0 tam, %13 kimi yaza bilirik. Dördüncü tapşırıq. Sözlə verilmiş onluq kəsrləri rəqəmlərlə yazın. A variantı 0 tam %14. Sözlərlə verilib və rəqəmlərlə yazırıq onluq kəsrləri. 0 tam %14 A variantı, B variantı 5 tam %23, C variantı 2 tam %16, D variantı 11 tam %12, E variantı 3 tam %5, F variantı 15 tam %1. Növbəti müstəqil işin 5-ci tapşırığını yerinə yetiririk. Təsvirlərə uyğun adi və onluq kəsrləri yazın, bir neçəsini ədəd oxunda göstərin. A variantı 100 hissəyə bölüb ondan 7-sini götürüb, %7. B variantı 1 tam ikinci hissəni 100 yerə bölüb ondan 28-ni götürüb, 1 tam %28. C variantı 2 tam digər üçüncü hissəni 100 yerə bölüb ondan 12-sini götürüb, 2 tam %12. D variantı 1 tam ikinci tam hissəni 100 yerə bölüb 99-nu götürüb, 1 tam %99. 6-cı tapşırığa baxırıq. Onluq kəsr şəklində yazın. %2, %6, %13, %5, 1 tam %6, 2 tam %7, 1 tam %9, 1 tam %21, 3 tam %3, 5 tam %36. İndi qaydanı oxuyuruq. Onluq kəsrin kəsr hissəsinin sonuna 0 yazdıqda və ya sonundakı sıfırları sildikdə həmin onluq kəsrə bərabər kəsr alınır. Yəni 0,2 bərabərdir 0,20. Hər bir tam ədədi kəsr hissəsi 0 olan onluq kəsr şəklində göstərmək olar. Yəni 5, sonra vergül qoyandan sonra 5 tam bərabərdir. 5 tam neçə dənə 0 istəsək yaza bilərik.
5'ə bərabərdir. Vergül qoyandan sonra neçə sıfır yazsaq, yenə 5'ə bərabərdir. Sonra 0,2 bərabərdir 0,20 olduğu adi kəsrlərin bərabərliyini necə izah etmək olar? Gəlin buna baxaq. Bir var, bir kvadratı 10 yerə bölüb ondan 2'sini götürürəm, onda 2. Digər kvadratı 100 yerə bölüb ondan 20'sini götürürəm, %20. Yəni %20'nin sürət və kəsrlərin bərabərliyində sürət və məxrəcini eyni ədədə vurduqda, böldükdə kəsrin qiyməti dəyişmirdi. %20'nin sürət və məxrəcini 10'a bölsək, onda 2 olar. Yəni 0,2 bərabərdir 0,20 olduğunu izah elədik. Sürət və məxrəcini eyni ədədə bölməklə. 7-ci tapşırığa baxırıq. Verilmiş onluq kəsirlərə bərabər olan onluq kəsirlər yazın. 0'dan %10. Yenə buna bərabər 0'dan 1000'də 100 yaza bilərəm. Sonra ikinci 2,5. 2 tam %50 yaza bilərəm. 3 tam. 3 tamdan sonra neçə sıfır istəsəm, vergül qoyandan sonra 2 sıfır da yaza bilərəm. 8 tam %30. 8 tam %30'u yaza bilərəm. 8 tam 1000'də 300. 6 tam. 6 tamdan sonra 6 vergüldən sonra 1 sıfır da yaza bilərəm. 2, 3 sıfır da yaza bilərəm. Eynidir, bərabərdir. 1,2. 1,2 1 tam %20 də yaza bilərəm. 5,1. 5 tam %10 da yaza bilərəm. Bərabərdir. 5,1 5 tam %10'a bərabərdir. 10,5. 10,5 10 tam %50'ye bərabərdir. 10 vergüldən sonra 2 sıfır var. 10 vergül tam qoyuram. Vergül qoyandan sonra 3 sıfır da yaza bilərəm. 1 sıfır da yaza bilərəm. Bərabərdir. 7 tam %70. Bunu 7 tamında 7 də yaza bilərəm. Yəni sıfırın oradan silməyim heç bir bərabərliyə təsir eləməyəcək. 6 tam %50, 6 tamında 5'ə bərabərdir. 20 tam %20, 20 tamında 2'yə bərabərdir. Keçirik 8-ci tapşırığa. Onluq kəsirləri adi kəsir şəklində yazın. Burada hamısını vergüllə, onluq kəsirlə verib onu adi kəsir şəklində yazacağıq. 0,2, onda 2 kimi yazacağıq. 0,5, onda 5 kimi. 0,25, %25 kimi. 0,30, %30. 0,50, %50 kimi yazacağıq. 0,35, %35'e bərabərdir. 0,16, %16 kimi. 0,75, %75 kimi. 0,8, %8 kimi yazacağıq. 0,90. Bunu 0'dan %90'da yaza bilərik. Elə verilən kimi %90 kimi yazaq, amma onda 9'da yaza bilərik. Sonra 0,80, %80'də yaza bilərəm. Onda 8'də yaza bilərəm. 0,5, onu %5 kimi yazırıq. Sonra keçdik məsələ həlli. Baxaq, 9-cu tapşırıq kimin fikri təsvirə uyğundur? Anar deyir, kvadrat 100 yerə bölünüb, ondan 60'ı götürülüb. Anar deyir, 0,6. Xeyr, Anar düz demir, 6 hissəsini götürməyib, 60'ını götürüb. Aynur deyir, 0,6. Bəli, bayaq dedik, 0,6'dan sonra yenə 0 yazsaq, 0,60 0,6'ya bərabərdir. Ona görə Aynurun fikri doğrudur. 10-cu tapşırığa baxırıq. Kəsirlərdən biri digər üçünə bərabər deyil. Bu hansı kəsirdir? %20 sürət və məxrəcini 10'a bölərəm, onda 2. Onda 2, ikinci də onda 2'dir. Üçüncü %2. Bu bərabər deyil, üçüncü %2. Digəri %20. Bəli, %20'ni yenə sürət və məxrəcini 10'a bölərəm. Bu da alaram, onda 2. Deməli 0,2 üçüncü yazılan bərabər deyil. 11-ci tapşırığa baxırıq. Samir qiyməti 5,3 manat, Lalə isə qiyməti 7,5 manat olan kitabı aldı. Kim hansı kitabı aldı? Bizə qarışıq kəsirlə verilib, bunu onluq kəsir şəklində göstərməliyik. Samir 5,3, 5,3. Deməli bu heyvanlar haqqında olan kitabı alıb.
Lalə isə qiyməti 7,5. 7,05. %2 sıfır olduğuna görə vergüldən sonra 2 rəqəm yazılmalıdır. 7,05. Deməli, bu da birinci olan kitab, qırmızı kitabı alıb. Bu qədər uşaqlar. Gələn dərsdə görüşmək ümidi ilə. Sağ olun.